Mətbəxin maraqlı belə bir qapı hissəsi var və açıq rənglərdən istifadə olunmuş mətbəx mebeli. Yeni binada 85 kvadrat metrdə funksional 3 otaq necə olur, bugün onu sizə göstərəcəm. İlk öncə başlayaq qonaq otağından. Mənzil yerləşir Nərimanov Seven Star yaşayış kompleksi. Siz hal-hazırda qonaq otağını görürsünüz. Yeri parketdir və təmirini çox bəyəndiyim mənzillərdən biridir. Maraqlı belə bir tvisten hissəsi var. Qarşıda giriş qapısı, yanında dolabı və bol güzgüdən istifadə olunub ki, evin genişliyini daha da qoruyur. Mətbəxin maraqlı belə bir qapı hissəsi var və açıq rənglərdən istifadə olunmuş mətbəx mebeli daxilində elektronik avadanlıqlarına qədər təmin olunub və ön hissəsində də eyvanı kombisli sistemdə burada yerləşdirilib. Daxilində qab-yuvan da var və qapılarını görürsünüz, standartdan daha hündürdür. 2.45 qapıların hündürlüyü, yan hissəsində də hamam otağını görsədim. Rəngli, gözəl hamam hissəsi. Və keçək mənzilin birinci yataq otağına. Hər iki yataq otağında dolablar var və üzəri maşın boyasıdır. Bu otağın 2 ədəd pəncərəsi. Son olaraq üçüncü otağı görsədim. Bura kiçik yataq otağıdır. Rahat şəkildə 1.80-in 2-yə taxt yerləşir. Daxilində də belə bir dolab hissəsi. Son olaraq isə çamaşır otağını görsədim. Daxilində paltar yuvanı və sağ hissəsində də dolabı. Və əsas məsələ qiyməti. 365 min manatda endirim nəzərdə tutulub. Maraqlı olan şəxslər gəlib yaxından tanış ola bilər.